Amma bir şey də deyəndə, gələ obyektiv deyəsən də, haqqında bəhs etdiyi Gürcüstan, hələ uzağa getməm, 2021-ci ildə deməli 2,2 milyard manat biz Qarabağın şərqi Zəngəzurda pul ayırdıq. 2022-ci ildə 4,3 milyard manat. Allah çox gözəl. 2023-cü ildə ümumilikdə 24 milyard da 5,6 milyard. Fikir verin. Biz indi 2025-ci il üçün ayırmışıq 4 milyard. Yəni 2021, 2024-də 19 milyard. İndi də 23 milyard manat biz artıq vəsait ayırmışıq nəyə? Qarabağın şərqi Zəngəzurun bu bizi çox sevindirir. Torpağın işğaldan azad olunması da sevindirir. Qulaq asın. Bizim nəyimizə lazım idi ki, biz hərbi büdcəmizi, təhlükəsizlik büdcəmizi 5 milyard dollara çatdıraq. 8,4, 8,6 milyard manata çatdıraq. Niyə? Bizim bu çox bizə vacibdir. Biz yaxşı olardı ki, 4 milyard manatı biz elə ölkənin hərbi büdcəsinə ayırardıq, düzdür? Mən sosial məsələlərə hələ girmirəm. Yox, mən deyirəm ki, inək saxlayan inək saxlasın, qoyun saxlayan, Gürcüstan bizim ayırdığımız 5 milyardı öz hərbisinə ayırmır. Və yaxud da ki, öz ərazilərinin bərpasını, ərazilərini geri də ÜDM elə hesablanmır, axı ÜDM-ə nisbətdə hesablanır. Bizdə də ÜDM-də nisbətdə neçə faizdirsə, Gürcüstanda da o qədərdir. Gürcüstan, deməli, Abxaziya, Cənubi Osetiyanı geri qaytarsaydı və bunun ardınca dediyim vəsaitləri milyardlarla həmin əraziyə qoysaydı, siz onunla görərsiniz Gürcüstan vəziyyəti halı necədir? Mən razıyam. Azərbaycan, Sevinç xanım, qoyuna nə dəxli var? Qoyun artıq. Bugünkü reallıqda bu qədər xərclərimizin artdığı və bu günlərdə adada keçirilən yeni dünya nizamına doğru bu beynəlxalq forumda cənab prezident çıxışında da bu məsələlər xüsusilə vurğulanır ki, bəli, biz bu günləri Ermənistanda çox güclü revanşizm güclənməkdədir. Ermənistanda hətta fikir verirsiniz, Gümrüdə yerli idarəetmə orqanları seçkilərdə faktiki müxalifət qalib gələ bilir. Və belə olan vəziyyətdə revanşistlər güclənir və silahlanırlar, Ermənistanı silahlandırırlar. Bu vəziyyətdə biz keyfimizdən buna getmirik, biz məcburuq. Bu böyük xərclər, bütün bu reallıq fonunda qeyri-neft deməli sektorun, neft-qaz sektorunun 6,2%, qeyri-neft sənayesi 7,2% nəticələr əldə eləmək bu zarafat deyil. Bugün bizim xarici borcumuz Sevinç xanım gəlib cəmsi 5,1 milyard. Bizim orada da oradan da Azərbaycan dünyada nadir ölkədir. Strateji valyuta ehtiyatlarımız bu günləri 71 milyard dolları ötüb. Bu strateji valyuta ehtiyatlarımız bizim xarici borcumuzdan 14 dəfə çoxdur. Bizim bu günləri strateji valyuta ehtiyatlarımız ümumi daxili məhsulun 95,6% deyə bu böyük nəticədir. Bu rəqəmlər və bu göstəricilər amma sadə tamaşaçını belə deyək də xoş gəlsə də qulağına, amma həyatında bunu hiss etmədiyi üçün daim bu suallar da, bu narazılıqlar da o istiqamətdədir ki, o zaman biz daha nə qədər, daha neçə il müdafiəmizə, üzr istəyirəm, müdafiəmizə, hərbi büdcəmizə və s. daha çox pul ayıracağıq, amma bizim bu sosial həyatımızda özünü o Elman bəy dediyi böyük rəqəmlər niyə göstərir? Biz niyə sosial durumda ildən ilə aşağıya doğru gedirik? İldən aşağı getmir, ildən yuxarı gedirik və bizim büdcəmizdə 2000, mən iqtisadçı olduğundan ona görə daha çox iqtisadi məsələləri toplayır. Bizim büdcəmizin 38-dən 2024-cü il deyir amma 38,9%, təxminən 40%-ə yaxını sosial yönümlüdür və büdcəmizin 41,4 milyard manatlı bizim xərclərimizdir. Onun təsəvvür edin ki, 14,7 milyard manatı məhz sosial yönümlüdür.